Salam, mən Ziya. İndi sizə pasport generatorunun necə hazırlandığını öyrədəcəm. İlk öncə Microsoft Visual Studio proqramına daxil oluruq. Gördüyünüz kimi məndə 2010 professional versiyasıdır. New Project tıklayırıq. Biraz gözləyək. Və belə bir pəncərə açılır. Bura istədiyiniz adı yaza bilərsiniz. Məsələn, pasport generator. OK tıklayırıq və biraz gözləyirik. Mənim hazırlayacağım bu pasport generator yəni digərlərindən fərqlənmir, amma belə kodları özüm yığmışam hamısını. Amma sizlərə hazır kodlar təqdim edəcəm, daha sadə və asan olsun deyə. Yəni sizin üçün o qədər də çətin olmayacaq. Yuxarıdakı forum 1 yazısını dəyişək. Pasport generator. Belə bir yazı qoyaq. Fərqi yoxdur, yəni nə olur olsun. Yaddaşa vurulmayacaq və arxa fon rəngini seçək, daha aydın görürsün deyə. Məsələn, yaşıl rəng seçək və bizə lazım olanlar bir button. Burada button 1 yazısını dəyişək və generate qoyaq. Biraz yazını böyüdək, çox kiçik yazılır. Belə yaxşıdır. Və bir text box lazımdır. Bunu da düzəldək. Və generate yazısına 2 dəfə tıklayaq. Və mən indi sizə hazır kodu təqdim edəcəm. Mövzuda onun linkini görəcəksiniz, yəni mən onun linkini göndərəcəm. Və həmən kodu bura daxil edək. Və kodda gördüyünüz kimi burada 10 rəqəmi var. Yəni 10 hərfdən, rəqəmdən ibarət bir pasport. Amma istəsəniz onu 15, 16, 17 fərq yox, nə qədər siz edə bilərsiniz. Məsələn, mən 17 qoydum və debug tıklayırıq, biraz gözləyək. Budur, proqram hazırdır. Generate vurduqda kod çıxır. Yəni pasport generatoru o deməkdir ki, kod seçməkdə çətinlik çəkənlər bundan istifadə edir. Və vurduqca fərqli kodlar çıxır. Və bu da bizim pasport generatorumuz. Yəni sadə pasport generatoru. Sağ olun, məndən bu qədər.